Əvvəlcə iştirakçılar ümumilik lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Heydər Əliyev muzeyində qonaqlara Ulu Öndərin zəngin dövlətçilik irsi, çoxşaxəli siyasi fəaliyyəti və ömrünün Naxçıvan mərhələsinə dair materiallar barədə ətraflı məlumat verilib. Paytaxtı Ankara şəhərində imzalanmışdır və bu protokola əsasən Naxçıvanın Türkiyə Cümhuriyyəti tərəfindən ərzaq, yanacaq və digər mövzularda yardım alınmışdır. Daha sonra görkəmli memar Əcəmi Naxçıvaninin həyatı və yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib. Konfrans ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəli sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Əcəmi irsi mövzusunda məruzə ilə çıxış edib. O, Prezident İlham Əliyevin Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında sərəncamının elmi əhəmiyyətini vurğulayaraq qeyd edib ki, sərəncam şərqdə böyük memarlıq məktəbi yaratmış görkəmli şəxsiyyətin irsinə verilən yüksək qiymətin ifadəsi olmaqla bərabər, həm də Əcəmi irsinin yenidən araşdırılmasına mühüm istiqamət verir. Akademik İsa Həbibbəyli Möminə Xatun türbəsinin müsəlman şərqinin intibah dövrünün ən möhtəşəm abidələrindən biri kimi 12-ci əsrdə qadına, anaya verilən yüksək dəyərin və Əcəmi irsini bütövlükdə humanizm prinsiplərinin təcəssüm etdirdiyini bildirib. Möminə Xatun məqbərəsini memarlığımızın daş xəmsəsi adlandırıb. İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri akademik İsmail Hacıyev və Nizami Gəncəvi ilə Əcəmi Naxçıvaninin simvolik görüşünü əks etdirən qrafik portret hədiyyə edib. İsmail Hacıyev Əcəmi Naxçıvani həyatı, mühiti və sənəti məruzəsində bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə memarın 850 illik yubileyi hələ 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə qeyd olunub. Naxçıvan Memarlıq Məktəbinin əsasını qoyan Əcəminin yaradıcılığının inciləri sayılan Yusif Küseyroğlu və Möminə Xatun türbələri bugün də dünya elminin diqqət mərkəzindədir deyə akademik belə qeyd edib. Vurğulanıb ki, böyük memar Əcəmi Naxçıvaninin zəngin həyat və yaradıcılığa, gələcək nəsillərə miras qoyduğu bənzərsiz sənət inciləri ona dünya şöhrətli imic qazandırıb. Təsadüfi deyil ki, ustad sənətkarın irsi hər zaman yerli və xarici tədqiqatçıların, eləcə də fundamental elmlərlə məşğul olan alimlərin diqqət mərkəzində olub. Bu istiqamətdə olduqca samballı monoqrafiyalar ərsəyə gətirilib. Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Dosent Elbrus İsayev Naxçıvanda şəhər mədəniyyətinin inkişafında Əcəmi sənətinin rolu məruzəsində dahi memarın yubileyinin həm dövlət, həm də UNESCO səviyyəsində qeyd edildiyini diqqətə çatdırıb. Memar Əcəmi irsinin həmişə yeni, müasir olduğunu qeyd edən rektor bildirib ki, universitetdə tələbələr üçün Əcəmi Naxçıvani adına təqaüd təsis olunub. Əcəmi Naxçıvaninin abidəsi Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin qarşısında ucaldılıb. Həmçinin universitetdə Memar Əcəmi adına yaradıcılıq mərkəzinin yaradılması planlaşdırılır. Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru professor Ərtəgin Salamzadə Əcəmi Naxçıvaninin yaradıcılığı dünya memarlığında məruzəsində Əcəmi yaradıcılığında sənətkarın ornament kompozisiyalarında bədiliklə riyazi təfəkkürün unikal vəhdətini təhlil edib. O, Əcəmi Naxçıvani yaradıcılığından təsirlənərək ucaldılan memarlıq baxımından əhəmiyyətli komplekslər, tarixi abidələr haqqında məlumat verib. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi İncəsənət Dil və Ədəbiyyat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü professor Əbülfəz Quliyev Naxçıvan memarlıq abidələrinin Türkiyədə öyrənilməsi və nəşr məruzəsində bildirib ki, Əcəmi Naxçıvani irsi geniş təsir dairəsinə malikdir. Ulu Öndər Heydər Əliyev Naxçıvana səfəri zamanı Möminə Xatun türbəsini ziyarət edib, onun bərpa olunması ilə bağlı göstərişlər verib. Konfransın sonunda Əcəmi Naxçıvani sənədli filminə baxış olub, plenar iclasın iştirakçılarına təşəkkür edilib. Hər tərəfdə şəhərlər, sürət sübut edir ki, Əcəminin ölməz irsi, ağlı olaraq memarlıq sənətinin əvvəlli nümunələrindən sayılır.
yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani öz dövründə tayı bərabər olmamış sənətkarlardandır. Bugünkü konferansda hem onun mimarlık iş sahasındaki yarattığı şərq miqyasındaki büyük məktəb, hem de əzəmətli şəxsiyyəti hakkında çok yeni fikirler ileri sürüldü. Mimar Əcəmi özünde dahi Azərbaycan mimarı olmakla beraber hem de mükemmel bir ressam, nəqqaş, xəttat, ressam, aynı zamanda riyaziyatçı, mühendis, həndəsəçi bir elm adamı olduğunu da birləşdirir. Məhz Əcəminin dahiliyi universal elm sahələrini özündə birləşdirərək onu sənətə çevirmək istedadında, qüdrətindədir. Naxçıvandakı Mömin məqbərəsi dünya mimarlığının şah əsəridir. Və bugün Mömin məqbərəsinin hem tədqiqi, hem de onun bərpa olunması, təmir olunması ilə bağlı aparılan işlər Əcəmi sənətinə, müstəqil Azərbaycan dövlətinin yüksək münasibətini, diqqətini, qayğısını əyani şəkildə əks elətdirir. Əcəminin mimarlığı təkcə müasir, yəni 20-ci əsr, 21-ci əsr Azərbaycan mimarlığında təkcə buna təsir göstərməyib. Məsələn, dahi Əcəminin məhz onun yaradıcılığında formalaşmış unikal mimarlıq tipi bu türbədir. Və bundan sonra Azərbaycanda Gəncədə Nizami türbəsi, Şuşada Vaqif türbəsi və təbii ki Naxçıvanda Hüseyn Cavid türbəsi tikilmişdir. Bu onu göstərir ki, Əcəmi irsi istifadə olunur, o canlıdır və o yaşayır. Eyni zamanda orta əsrlərdə bilirik ki, onun təhsil dairəsi yaxın şərqdə, Orta Asiyada yayılmışdı. Yəni belə deyək, həm Türk dünyasında, bütövlükdə İslam dünyasında yayılmışdı. Qeyd edək ki, Əcəmi Naxçıvani Naxçıvan Mimarlıq Məktəbi və Ənənələri Respublika Elmi Konfransı öz işinə Əcəmi Naxçıvaninin dövrü, mühiti və irsi, Əcəmi Naxçıvani irsinə dövlət qayğısı və Möminə Xatun türbəsi mimarlıq incisi kimi dil, ədəbiyyat, folklor və maddi mədəniyyət nümunələri və Əcəmi Naxçıvani irsinin dünya və yaxın şərq mimarlığına təsiri adlı bölmə iclasları ilə davam edib. Xosrov İbrahimov, xanım Rüstəmzadə, Samir Mehdiyev, Cəmil Məhərrəmov, NTV Xəbər.